Həzrət Əleyhisselam bizə o varlığı tanıtdırmaq istəyir. Necə bizim Allahımız var. Tanıyaq Allahımız. Qüdrət sahibi, bizi sevib yaradan Allah. Və məfzəu kullu məlhuf. Hər bir giriftarın, çətinliyi olanın sığınacaq yeri Allahdır. Hər kəs sığınmağa yer istəyirsə, ən son sığınacaq yerdir Allahdır. Mən təkəlləmə səmi'ə nutqə. O elə bir varlıqdır ki, hər kəs danışsa onun danışığın eşidir. Allah bütün danışıqları eşidir. Hər kəs danışsa, bir söz desə sözündən xəbəri var, eşidir. Və mən səkətə alimə sirrə. Hər kəs də sakit qalıb danışmasa, Allah onun sirrindən, onun qəlbindən də agahdır. Belə deyir ki, bir nəfərin bir pis niyyəti ola qəlbində Allahın xəbəri olmuyor. Əgər dilə gətirib danışırsa, Allah eşidir, bilir, xəbəri. Dilə də gətirmir, qəlbində də varsa, Allah onun sirrindən agahdır. Amma Allah-u Teala səttar olubdur ki, o sirləri gizlədir. Özü agahdır, biləndir. Və mən aşə fəaleyhi rizquh. Ey insanlar, nə tək insan, hər nə ki bu dünyada yaşayır, bu varlıq aləmində hər bir şey yaşayırsa, onun ruzisin vermək Allahın öhdəsinədir. Allah-u Teala bizi yaradıb, xəlq eləyib, nə tək insanları, bütün varlıq aləmi. Hər bir şeyin rizq ruzisi də onun öhdəsinədir. Odur ki, ruzi verəndir. Və mən matə fə ileyhi munqaləb. Və qayıdış da ona tərəfdir. Hər kəs bu dünyadan ki köçür, ölür insanlardan. Qayıdışı inna lillah və inna ileyhi raciun. Qayıdışı Allaha tərəfdir. Hamı Allaha tərəf qayıdacaq. Heç kəs bu dünyada nə əbədi qalandır, nə də öləndən sonra Allahın o ədalət məhkəməsindən qaça biləndir. Qayıdış yeri Allahdır. Hamı o tərəfə hərəkət edir və axırda ona tərəf qayıdacaq. Ləm tərəkəl uyun fətuxbir ank. Və sonra Allahı pak və münəzzəh bilirdir. Allahı heç bir göz görməyib ki, ondan xəbər versin. Onun barəsində danışsın, desin ki, o belədir, belədir, belədir. Heç bir göz onu görməyə qüdrəti yoxdur, qadirdir. O qədər əzəmət sahibidir ki, gözlərin onu görməyə qabiliyyəti yoxdur. Bəli, kuntə qəbləl vasifinə min xalqik. Əksinə, bütün bu aləmdə vəsf eləyənlər, görüb danışanlardan qabaq olan Allahdır. Hər bir şey ki, xəlq olub, danışa bilir, onların hamısını Allah-u Teala xəlq eləyib. Onların hamısından əvvəl Allah var idi. Bir zaman ki var idi, Allah var idi. Zaman demək olmaz, elə bir zaman yoxdur ki, orada Allah olmasın. Və buyurur ki, Allah-u Teala ləm təxluqil xəlqə li vəhşəti. Allah-u Teala bizləri xəlq elədi, bu aləmi yaratdı. Amma yaratmadı ki, təklikdən qorxduğuna görə. O təkdir, vahidul əhəd, birdir və təkdir. Amma təklikdən qorxan deyil. Belə deyirdi ki, Allah-u Teala təklikdən qorxsun və aləmi yaratsın, yox. Onun o rəhməti, onun o gözəl sifətləri idi ki, onu vadar edirdi ki, bu aləmi xəlq eləsin. Təkliyinə görə deyirdi. Və ləstə'məltəhum limənfəati. Xəlq eləyəndən sonra bu aləmi öz xeyrinə istifadə eləmədi. Hər kəs bir şey yaradır, bir şey düzəldir. Hər nə eləyirsə bu aləmdə adətən öz xeyrinədir. Nəsə eləmək istəyirsə, öz xeyrinədir. Hətta biz ibadət edirik, namaz qılırıq, oruç tuturuq. Deyirik, məsələn, qürbətini elə Allaha xatir edirik. Amma sonunda yenə özümüzə görədir bunlar. Allaha bunların mənfəəti yoxdur ki. Hər bir şeyin sonu bizim özümüz üçündür. Yeganə Allahdır ki, deyirik, yaradılış aləmin təkliyinə görə yaratmadı və yaratdıqdan sonra da öz mənfəətinə, öz xeyrinə onları istifadə eləmədi. Yaratdı ki, onlara ehsan eləsin, onlara lütf eləsin, onları yoxluqdan varlığa gətirsin. Bir zaman var idi, biz yox idi. Amma indi varıq. Kim bizi bu aləmə gətirdi? Tək olmağımızın bir şükrü var Allaha. Ki, Allah, sən bizi seçdin, gətirdin bu aləmə. Yaradılışı öz mənfəətinə, öz xeyrinə istifadə eləmədi. Və la yusbiqukə mən tələbdir. Pərverdigar-ı Mütəala xitab edirdir. İlahi Pərverdigara, hər kəsi sən tələb eləsən, hər kəsi sən tutmaq istəsən, o qaça bilməz, səndən qabağa keçə bilməz.
Hər bir şey sənin mülkündədir, sənin qüdrətindədir. Və la yuflituka mən əxəzdə. Və hər bir şey ki, sən onu tutsan, hər kəsi ki, sən tutsan, o sənin girindən, tutduğundan xilas ola bilməz. Və la yanqusu sultanəkə mən əsak. Aləmdə nə qədər insan Allaha üsyan eləyir, bilə-bilə günah eləyir Allahın qabağında. Amma deyir ki, Pərverdigara Mevla Əmirəl-Möminin əleyhissalam Allaha xitab edir. Deyir, Pərverdigara, sən o qədər pak və münəzzəhsən ki, bu üsyan eləyən, günah eləyənlərin günahı sənin sultanlığında, sənin hakimiyyətində nöqsan yarada bilməz. Milyon, milyardlar insanlar tarix boyu günah eləsinlər. Səndən heç bir şey əskilməz. Sən həmişə pak və münəzzəhsən. Hər kəs günah elirsə, üsyan elirsə Allahın qabağında özünə görədir. Nə qədər bu dünyada bu günlərdə görürük də məsələn, Allahın əleyhinə çıxanlar, şüar verənlər, Allahın dini ilə düşmənçilik eləyənlər, Allahın bəndələrinə zülm eləyənlər, Quran yandılanlar, Peyğəmbər salawatullahın müqəddəs vücuduna nalayiq sözlər istifadə eləyənlər. Bunların heç biri nə Allahı, nə onun dininə xətər vura bilməz. Allah pak və münəzzəh. Və Əmirəl-Möminin Həzrət Əli salamın sözləri. Və la yazidu fi mulkikə mən ətaik. Və sənə itaət eləyənlərin itaəti də sənin mülkündə heç bir şey artıra bilməz. İtaət eləyənlərin itaəti də özünə görədir. Üsyan eləyib günah eləyənlərin günahı özünə görədir. İtaət eləyənlər də heç vaxt sənə minnət qoya bilməzlər ki, Allah sənə görə elədi. Sənin mülkündə onlara heç nə artıra bilməz. Sənin mülkün nəhayətsizdir. Hər kəs hər nə elirsə özünə elir. Və la yeruddu əmrəkə mən səxitə qəzaək. O kəs ki, sənin qəza və qədərini rədd eləyə, sənin qəza və qədərindən razı olmaya, cəza və fəzə eləyə, narazılıq eləyə, etiraz eləyə, onlar deyir, sənin qəza və qədərini dəyişə bilməzlər. Onu özlərindən uzaqlaşdıra bilməzlər. Sənin iradəndir ki, bu varlıq aləmində hakimdir. Qaçılası yeri yoxdur. Məsələn, bir nəfər cəza və fəzə eləyən, nə oldu elə bu pisliklərin hamısı mənim başıma gəldi. Nə oldu filan şey oldu, bütün xəstəliklər elə məni tutdu. Niyə belə olur? Ay cəza və fəzə eləsin, qışqırsın, bağırsın. Hər nə eləsə deyir Allahın qəza və qədəri yerindədir. Məgər qəza və qədəri dəyişməyə insanın qüdrəti var. Bəli, yolu var dəyişməyə. Yolu budur ki, insan yenə Allaha tərəf qayıdır. Allaha bəndə ola, onun dediyi yolla gedir. Dua eləyə, nə bilim, sədəqə verə və ilə axır ki, bəhsdən çox çıxmaq istəmir. Amma onlar ki, ehtiraz edir, sənin qəza və qədərini dəyişə bilməz. Məcburdur itaat eləməyə. Və la yəstəğni ənkə mən təvəllə ən əmrik. Hətta o kəslər ki, sənin əmri və itaat eləməyib, sənin buyurduqlarını yerinə yetirməyib, səndən ehtiyatsızdır. Bütün aləmdə olan varlıqlar hamısı sənə ehtiyaclıdır. Bütün insanlar, hətta o kəslər ki, Allahı qəbul eləmirlər, Allaha ehtiyacı var. Hətta o kəslər ki, üsyan edir Allahın qabağında, Allaha ehtiyacı var. Onun ruzisinə, onun havasına, onun nemətinə, onun bu dünyada olan, hətta olmağına, bu dünyada olmağına da Allaha ehtiyacı var. Kullu sirrin indəkə alaniyə. Hər bir sir sənin yanında aşkardır. Heç bir sir yoxdur ki, səndən gizlədilə bilsin. Və kullu qaybin indəkə şəhadə. Hər bir qaibdə olan, gizlində olan sənin yanında aşkardır. Əntəl əhəd, əntəl əbədu, fəla əmədələk. Əbədi olan Allah sənsən. Səndən əvvəldə və axırda heç nə yoxdur. Hər bir şeyin əvvəli də sənsən, axırı da sənsən. Və əntəl muntəha, fəla məhisənk. Hər bir şeyin nəhayəti muntəhası da sənsən. Və əntəl mau'idu, fəla mənca minkə illə iləyk. Vədə verilən sənsən ki, səndən, sənin özündən başqa bir yerə qaçmaq mümkündür. Sənin əzabından yalnız gərək sənin özünə sığınaq. Hara sığınasan Allahdan başqa? Yalnız sənə sığınmaq olar. İstəsək ki, sən əzabından amanda qalaq, gələk sənə sığışaq. Ayrı qapı yoxdur, sığınmalı bir yer yoxdur. Eyni o uşaq ki, məsələn, valideyni görsən, anası onu döyür, o da ağlaya-ağlaya anasını qucaqlayır. Yəni, anasının qəzəbindən onun rəhmətinə sığınır, elə onun özünə sığınır.
İnsanlar da Allaha gərək sığınsınlar. Onun qəzəbindən ayrı yerə sığınmağa yer yoxdur ki. Hara gedəsən? Hara sığınasan? Biyədikə nasiyyətu kullu dabbə. Hər bir şey ki bu dünyada yaşayır, hərəkət edir, onların cilovu sənin əlindədir. Hər kəsin cilovu sənin əlindədir və iləykə məsiru kullu nəsən. Hər bir yolun müntəhası sənsən. Bütün yolların axırı sənsən. Hər bir yol sənə tərəf qayıdır, intihası sənsən. Subhanəkə, bütün pisliklərdən pak və münezzeh sənsən Allah. Ma a'zəmə şə'nək. Nə qədər ucadır, əzəmətlidir sənin şə'nin. Hər nə qədər desək azdır. Həzrət Əleyhisselamın sözləri çox fəsahətli və əcib sözlərdir həqiqətən. Adam 100 dəfə oxusa da yenə də ləzzəti var. Subhanəkə ma a'zəmə ma nəra min xalqik. Pak və münezzəhsən sən. Amma deyir, mən baxıb görürəm ki, sənin xəlq elədiyin bu aləm ki var, nə qədər əzəmətlidir. Hələ o qədər ki, bizim gözümüz görür, o qədər ki, bizim ağlımız kəsir. Nə qədər əzəmətlidir bu aləm. Baxırıq, dünya, yer üzü elə bir dənə tək dünya ki, bu aləmin içində bir toz qədərindədir məsələn. Nə qədər nemətlər, gözəlliklər, sərvətlər, ləzzətlər bu dünyanın üstündə var. Göy aləmləri, ulduzlar, qalaktikalar. Nə qədər əzəmətlidir bu aləm ki, sən yaradıbsan bunları. Amma ardınca buyurur ki, və ma əsqərə kullə əzimətin fi cəmbi qudrətik. Bunlara tək baxanda görürəm ki, çox əzəmətlidir. O, aləm nə boydadır. Nə əzəməti var bu aləmin. Amma deyir, sənin qüdrətin nisbətində bu aləmə baxanda görürəm ki, çox kiçikdir. Sənin qüdrətin bu aləmlərdən çox-çox ucadır. Hər nə varlıq aləmində varsa sənin qüdrətinin yanında heç nədir. Quran-ı Kərimdə Allah-u Teala bir ayədir, ümid verici ayələrdəndir. Deyir, müminlərə Allah-u Teala cənnətdə bir bağlar verər ki, ərzuha ərzus səmavat verər. Onun böyüklüyü bu yerin və göylərin böyüklüyü qədərindədir. Allahu Ekber. İnsanlar bu dünyada məsələn də 1 metr torpaq üçün bir-birlərini qırırlar. Çoxlarımız görürsən bir sot torpaq ala bilmir bu dünyada. Deyir, elə mənim torpağım olacaq o dünyadan gedəndə qəbirstanlıqdır. Hə? Allah deyir, yaxşı ol, sənə cənnətdə mən hər kəsə, hər bir möminə yer verim ki, böyüklüyü bu göylər ki görsənir və ya görsənmir və bu yerin böyüklüyü qədərində. Deyir, bu aləm baxıram əzəmətlidir, amma sənin qüdrətinin qabağında bu bir şeydir. Çox kiçikdir, çox xırdadır. Və ma əhva ma nəra min mələkutikə. Mən deyir, mələkuta baxanda görürəm ki, nə qədər gözəldir, nə qədər böyüdür. Və ma əhqərə zalikə fīmə qabə ənna min sultanik. Amma sənin mülkündə, sənin səltənətində o bizdən gizli olan şeyləri fikirləşəndə görürəm ki, nə qədər balacadır bu, nə qədər həqirdir, nə qədər xırdadır bu aləm. Sən bu şeylərdən çox ucasan, çox böyüksən, çox əzəmətlisən. Və ma əşbəğə ni'aməkə fid-dunya və ma əsğərəhə fi ni'amil axirə. Axırıncı sözümüz olsun. Və buyurur ki, və bu dünyada olan sənin nemətlərin nə qədər böyükdür və hər nəyi əhatə eləyəndir. Çoxdur bu dünyada nemətlərin. Ki, Quran-ı Kərimdə də deyir, sayısaz sayıb qutara bilməzsiniz. Amma deyir, baxanda, axirət nemətlərinə nisbətdə baxanda görürük ki, bu dünyanın nemətləri çox kiçikdir. Hər nə qədər bu dünyada nemət varsa, axirətə nisbətdə çox kiçikdir. Mevla Əmir əl-Müminin Həzrət Əleyhisselam bizə belə tanıtdırır Allah. Biləyin biz kimin bəndəsiyik, kim bizi xəlq eləyib, kimin qabağında dayanmışıq, kimə səcdə eləyirik. Dua eləyəndə kimə dua eləyirik, kimdən istəyirik, ona tərəf getmək lazım. Çətinliyin var, get ona tərəf. Müşkülün var, ondan istə. Bəli, bu maddi vasitələrdən istifadə eləmək lazımdır. İşləmək, hərəkət eləmək, xəstəsən, həkimə getmək və ilaxır və ilaxır. Amma hər bir şeyin intihası və sonu Allahdır. Hər nəyin axırı odur. Ondan gərək insan istəyir hər nəyin, həm dünyasını, həm axirət.